Əli Kərimlinin həbsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının gələcək fəaliyyətini sual altına alıb. Hadisədən dərhal sonra siyasi çevrələrdə partiyanın ləğvi ehtimalı gündəmə gəlib. AXCP-nin ləğvi mümkündürmü? Qlobal infoza danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, müxalifət olmaq ciddi məsuliyyət tələb edir. Stat, qərəzdən uzaq durmaq və mübarizədə alternativ, lakin sivil metodlara üstünlük vermək əsas prinsiplərdəndir. Hakimiyyətlə müxalifət münasibətləri hər iki tərəfin öz səlahiyyət və imkanları çərçivəsində sivil qaydalarla aparılmalıdır. Bunu qoruya bilməyən ölkələrdə qarşıdurmalar və vətəndaş müharibəsi riski yaranır. Bu baxımdan siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmalıdır. Çünki AXCP Ramiz Mehdiyev və son hadisələr fonunda görünür ki, Azərbaycanın siyasi elitasının formalaşmasında uzun illər Rusiya təsiri müşahidə olunub. Bu həm hakimiyyət, həm də müxalifət daxilində müəyyən dairələrin mövqelərini gücləndirib və onlara siyasi inhisarlar yaratmaq imkanı verib. Statın sonu. Vəkil Asim Abbasov isə bildirib ki, siyasi partiyanın ləğv olunması ilə bağlı qaydalar siyasi partiyalar haqqında qanunla tənzimlənir. Stat, qanunun 3.10-cu maddəsinə əsasən siyasi partiyanın ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi baxır. Bu proses həmin qanunun 9-cu maddəsinə uyğun qaydada həyata keçirilir. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.